Salam əziz izləyicilər, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Hər birinizi salamlayıram. Hər birinizə xoş izləmələr. Burada bu səməni vaxtda hazırladığım xonçamdır. Bunu özüm uşaqlarla hazırlamışam, öz əl işimizdir. Bu elə bil stolu hamısını yığdım, stol üzərindəkiləri, xonçamızı yığdım. Bircə bu qalmışdı. Bunu yerləşdirməliyəm. Burada balaca qızım bir neçəsini qırıb, bunları marujna çubuğundan hazırlamışdım. Artıq 3-4 ildə hazırlamışam özüm. Özüm dedikdə, yəni uşaqlarla hazırlamışam. Əslində belə şeylərə çox marağım var. Və uşaqlarla da belə bilirsiniz də, uşaqlara da belə xoş olur. Valideynlərlə oturub nələrsə hazırlamaq. Bunu da bu xalça kimi hazırlamışdım. Yadıma gəlir ki, bunun bu qırağında bu saçaqları yorğan döşək sırıyan sap ki var. Ondan bircə kəsmişəm və adicə sapla parçanın qırağına tikmişəm. Buna yadıma gəlir ki, saatlarla vaxt sərf etmişdim. Hətta mənə deyirdilər ki, səndə hövsələ var, yəni səbir var. Amma mən belə əl işləri xoşlayıram. Tək uşaqlara xoş olsun. Uşaqlara da daha belə maraqlı olur. Onu özüm hazırlamışdım elə. Burada da fabirlik məhsulları idi. Fabirlikdən gələn məhsullar. Mən evdə nə çox işlənirsə, onu alıb ehtiyat qoymağı xoşlayıram. Məsələn, qaz plitə falan təmizləyəndir, van otaqlarını təmizləyəndir. Onları həmişə bitməmiş ehtiyat alıb qoyuram. Bir-iki məhsul da var idi, pomada idi, qələm. Onları daha göstərmədim. Elə o məhsul stol üstündə idi, yerləşdirməmişdim deyə göstərdim. Uşaqlar hələ oyanmayıblar, yatıblar. Bircə balaca qızım oyanıb. Onun istədiyim naharını verim. Burada özünə konfet götürüb, onun özünə məxsus konfetidir, özünündür. Deyir ki, məni də göstər, konfetlərimi çək. Mən də burada onun konfetlərini çəkmişəm, xalası alıb ona balaca konfetlər. Orada görür ki, çəkiliş edirəm, ona da maraqlıdır ki, mənim də konfetlərimi çək. Burada çörəyi qoydum istiməyə. Bu grill evdə əlimdən tutur, belə deyim. Çünki bizdə ən çox isidilmiş çörək xoşlanılır. Yəni səhər yeməklərində demək olar ki, hər gün uşaqlar isinmiş çörək yeyirlər. Artıq öyrəşiblər. Mən də qoydum isinsin. Bu arada yeməyimizi yedik, qabları yudum. İstəyirəm günortaya yemək hazırlayım. Balqabaq qalmışdı bizdə. Qışda almışdıq, 3 ədəd qalıb. Onu da uşaqlar istədilər ki, balqabaqdan kotlet eləyim. Bilmirəm, bəzilərinə qəribə gələr. Amma xarici blogerlərdə görmüşdüm balqabaqdan kotlet. Əslində mən yox, anam görmüşdü. Anam gildə bir dəfə yedim, çox xoşuma gəldi. Mənim də uşaqların da o gündən bu yana özüm də hazırlayıram. Reseptində toyuq əti vurulur, toyuq filesi. Amma məncə heç ehtiyac da yoxdur, yəni vurulmasa da olar. Çünki bişdikdən sonra yəni o toyuğun dadı qətiyyən gəlmir. Yəni olsa da olar, olmasa da məncə heç ehtiyac yoxdur vurulmağa. Bunun reseptini ayrıca çəkmişəm. Kanalımda ətraflıca paylaşaram. Oradan izləyə bilərsiniz. Balqabaqdır. Əgər uşaqlar xoşlamırsa və ya yemirsə bu cür yoxlayıb verə bilərsiniz. Bəlkə də kimlərin ağız dadına uyğun olmaya da bilər, bilmirəm. Yəni bizim evdə çox xoşlanılır, yeyilir. Bunun plovundansa, yəni bu cür uşaqlar çox xoşlayırlar. Hansısa bir sosla yeyə bilərlər, mayonezli, ketçuplu və ya elə sadə yeyə bilərlər, çörəklə yemək olur. Yəni nə tər istəsəz servis edə bilərsiniz. Buna balqabaqdır, file vurdum. Soğan, kartof, yumurta, bir də un getdiyi qədər vurulur. Yəni elə vurulur ki, çox da belə necə deyim, sulu qalmasın. Çünki sulu qalanda çevirmək biraz çətin olur. Ona görə biraz quru kimi olanda daha yaxşı olur. Yəni biraz unu çox olanda daha yaxşı olur. Bişirmək daha rahat olur. Mən balqabağın yarısını götürdüm. Bəzən çox hazırlayıram. Sadəcə olaraq çox olanda qazın, yəni yanında piletənin yanında çox durmalı olursan bişirmək üçün. Bu dəfə az bişirdim, yarısını bişirdim. Çünki başıma balqabağına plov girib quru balıqla. Ona görə də yarısını saxladım. Yarısını uşaqlar üçün bişirdim. Hardasa burada bilmirəm, 500-600 qram olardı, bəlkə biraz da çox. Bu fili azdı, fili 150 qram falan olardı. 4-5 ədəd kartofdur, 2-3 ədəd soğan. Üzərinə 2 yumurta əlavə edirəm. Hardasa da 1 stəkan yarım və ya 2 stəkan da, yəni ölçməmişdim, gözə yarı hamısını əlavə etmişdim. Unları da əlavə etdim. İndi hazırladıqdan sonra göstərəcəm necə olmuşdu. Və sizlər necə balqabaq xoşlayırsınız ümumiyyətcə? Və ya heç görmüsünüz belə bir kotlet hazırlanması? Yəni mən çox görmüşəm, kələmdən hazırlayırlar, belə kələm, kök, qatırları adı döşətinə, yəni fileyə.
toyuğun filesinə və ya mal ətinə qatırlar, hazırlayırlar. Belə balqabağı isə anam görmüşdü, anamda gördüm. Uşaqlar bəyəndi deyə ondan sonra mən də evdə hazırlamağa başladım. Gördüm balqabaqlar da elə durub. Artıq yenidən balqabaq əkimi başlayır. Balqabaq çox qaldıqca da artıq başlayır içi puç olmağa. Ona görə də istəmədim israf olsun. Yəni çürüyüb getsin, dedim belə dəyərləndirim. Həyətdə də yağış başlamışdı. Burada bunlar göyəm ağacıdır. Göyəm bu şirin göyəm deyən gavalı. Bir də bunun turşu var, turşusu olan. O əsasən də şorabalar üçün çox yaxşı olur. Şoraba, turşu etməyə, yəni palçıq turşusu. Amma bu ağac isə şirinidir. Ağacdan dərilmədikcə tökülmür. Sentyabrlara kimi gedib qalır, çox dadlı olur. Hətta alça sezonu bitdikdən sonra demək olar ki, yetişir. Mən o dönəmlərdə elə onu duzla yeməyi çox xoşlayıram. Yəni ən belə xoşladığım meyvələrdəndir. Burada səməni də gətirib, bilmədim nə edeyim. Bizdə belə axar su da yoxdur ətrafımızda. Gətirib qoydum ağacın dibinə ki, bəlkə toyuq cücələr dənliyə yeyə. Bəs sizlər necə edirsiniz? Deyirlər ki, axar suya verilməlidir. Biz uşaq olanda damı atırdılar. Yəni onu da bilirəm. Amma indi isə dama falan atılmır. Yəni o qədər damlar hündürdür ki, evlər. Amma əvvəllər köhnə evlər idi deyənə damın üstünə atırdılar. Bilmirəm onun yəni mənası nə idi? Yəni elə görmüşdük. Elə bir süfrə olduqdan sonra atırdılar dama. Amma indi isə elə qoyurlar qıraqdakı toyuq cücə yesin. Və sizlər necə edirsiniz? Suya mı verirsiniz, yoxsa elə tulluyursunuz? Elələri var, elə zibilliyə tulluyub gedir. Yəni toyuq cücə olmadığına görə tulluyurlar, zibilliyə gedir. Elələri var, deyirlər mütləq ki, axar suya verilməlidir. Və sizlər necə düşünürsünüz? Rəylərdə fikirlərinizi yazasınız. Hamısını oxuyaram. Mənə də çox maraqlıdır. Kimlər necə edir? Bu blenderimi o qədər çox bəyənirəm. Bunu Temudan sifariş vermişdim. Endrim koduyla hardasa 50 neçə manat idi. Mən yarı qiymətini almışdım. 25 manat falan belə bu civarlarda pul ödəmişdim. Çox yaxşıdır, doğrayıcılığı falan. Həm böyükdür, yəni həcmi böyükdür. İstədiyinlə şey tökürsən içinə və anındaca belə çox xırdalayır. Bunun keyfiyyəti də yaxşıdır. Yəni ki, puluna da dəyərdi. Həm də endrimlə almışdım deyənə, yəni o qədər də pul da ödəməmişdim. Əgər sınamaq istəyirsinizsə və ya belə yaxşı, möhkəm bir şey istəyirsinizsə, axtarırsınızsa, yəni bunu məsləhət bilərdim. Yəni bildiyiniz əjdahadır da, nə töksəz içinə, həm tutumu çoxdur. Yəni rahat olur, tək-tək çıxarmırsınız. Yəni nə də töksəz çox qəşəng uyudur. Yəni xırdalayır, çünki bıçaqları daha çoxdur. Və düşünərsiniz ki, bu kotletə yağ da çox gedir, əsla. Bilmirəm, nədənsə bu kotlet yəni özünə yağ belə çox götürmür. Yəni başqa kotletlər çox götürür. Amma burada elə bu qədər yağ əlavə etdim. Videoda göründüyü qədər elə hamısı kotletin bu yağda bişirib bitirdim. Yəni başqa yağ əlavə etmədim. Xanımlar, videomu bəyəndinizsə, bəyənib, yorum yazmağı və abunə olmağı unutmayın. Mənə çox xoş olar. Artıq çoxunu hazırlamışam. Belə. Bu qədər hazırlamışam. Bir şey qalmır artıq. Bu qədər içində qalıb. Bunu indi ağzına qoyun, içsin. Yağış dayanıb, artıq gün çıxıb. İstədim belə gözəl bir kadr çəkim sizlər üçün. Sağ olun, növbəti vloqlarda görüşənədək.